Cəmaatımız bilen sürdülər. Biz əl dəymədilər əmimizin xətrinə. Yoxsa biz də sürəcəklər Almatıya, Qazaxstana. ...200 ildən artıq bizim burayla tariximiz vardı. Böyük nənəm Lötcandardan baş keçid deyirlər. Dimares indiki köhnə baş keçidin Lötcandar kəndindəndir. Böyük babamız isə İranın Marağadandır. İrandan əvvəl belə də İranlılar gəlirdilər burada bizim belə desək tərəkəmə qadınlarına evlənirdilər və Tiflisdə bura məskən sarırdılar. Buranın köhnə adı olubdu Şeytan Bazar. Tiflisin kökü buradan başlayır. Yani Tiflis buradan başlayır. Yani o Tiflislik qalmayıbdı. İtifdi. Birinci insanlıq itifdi. Əvvəlki insanlıq, adamlıq yoxdur. İndiki cavanlar heç o nə keçmişini axtarır, nə gələcəyini düşünür. Heç bir dəfə millət arasında bir söhbət ola bilməzdi. Çünki bizim ailəmizdə erməni gəlinlərimiz vardı, Kürt, Yezid yeznəmiz vardı, Rus gəlinimiz vardı, Gürcü yeznəmiz vardı. Biz sufra qırağında, yəni birində heç bir deməzdi ki, sən ermənsən, sən Gürcüsən, yox. Biz insanıq hamımız eyni. Yəni ki, bir-birinə qarşı hörmət var idi. Nə üçün deyək, toyda istəyirəm ki, bizim gəlinin rəyi olsun, bir erməni mahnısı oxulardıq. Nə üçün deyək, bir Gürcü mahnısı, Gürcü istəyirdi mənim üçün Azərbaycan mahnısı. Belə istiqanlıq, insanlıq var. İndi o yoxdur o şey. Yəni belə böyümüş, belə yaşamışıq biz burada. İndi baxsan itifdir. Məhləlik qalmayıbdır. 17 Azərbaycanın ailəsi yaşayırdı. Bu həyətdə 4 Azərbaycanlı var idi. 17-sindən bir dənə mən qalmışam. Yəni bizim ailə qalıbdı. Burada bir dənə 4 ailədən bir dənə biz qalmışıq. Cəmaatımız bilen sürdülər. Biz əl dəymədilər əmimizin xətrinə. Yoxsa biz də sürəcəklər Almatıya, Qazaxstana. Məktəbi bağladılar, institutu bağladılar, qazeti bağladılar. Ama 3 dəfə bizi sürüblər buradan. Nə ki Qazaxstanda yaşayan olan Almatıda Azərbaycanlılar buradan sürülmədilər. Hamısı İranlıydılar. Biz də sürəcəklər. Əmmin xətrinə əl dəymədilər ki, İbrahim Suhanın ailəsidir. Əl dəymədilər. Yoxsa biz də sürmüşdülər. Müsəlmanları buradan çıxartdılar da. Bizi sürdülər. Türk məskətləri sürdülər oradan. Bu olan şeydir də indi. İndi də ayrıyatla buradan çıxartdılar məhlədən. Alırlar Azərbaycanlıları ev kim gəlsənə 2 otaq, 3 otaq alım. Şəhərin ən gözəl yeri bizimki idi. Burada gəldi Bush, burada qəbul elədi, Saakashvili. Ondan sonra başladılar buranı almağa, dağıtmağa. Mənə nə qədər sıxışdırdılar evi əlimizə almağa. 2017-ci ildən. Martda olacaq 9 il. Martda başlamışdım. Gündə bir şey istəyirlər. Deyirlər bunu düzelt, göndərin proyekti. O da bu eskiz proyekti vermişəm. Geri gəlir ki, indi bunu düzelt yine. Bir dəfə deyin də mənə hamısını düzeldim, göndərim də. Çox sıxışdırdılar. Hələ böyündəki istədi ki, bunu nətər tikilibdir. Dedim, rayisavı tikilibdir. Mən nə remont eləmişəm, nə heç bir eləməmişəm. Nə ki var odur. Nə saxtardılar ki, məni qorxutsunlar. Dedim, heç bir etməmişəm. Nə var odur, tökülür, ölmüsüzdən gündədir. İcazə verin, remont eləyim. Remont eləmədə var da imkan. Uşaqlar oradan kömək eləyərlər də. Nə vardı ki? Allah, çoxdandır bunun abidə. 2 ev bu abidə vardı. 8-dən 16'nı uçurtdular, yox elədilər. İndi orada qasinsə tikirlər, mehmanxana. Bir dənə bura qalıbdı. Gəldilər, allatdılar xalqı. Bizim bir qohum vardı. 2 yerdə ev verəcəyik, biraz da pul verəcəyik. Bir yerdə verdilər evi, ikinci evi də vermədilər. Elə də qaldı. Bizim əmin nəvəsiydi. Allatdılar da xalqı. İndi kimsə mənim üçün həyat evində yaşayır. Bir otağı var, bir dənə beləcə tuvaleti vardı. Razılaşdı getməyə. Zordan əgər verməsəydi zordan çıxardacaqdılar. Bir Yahudi var idi, onu zordan çıxartdılar. Yan yörəsinin evini uçurtdular, evinə su dammağa başladı. Məcburi çıxdı. Meriyadan çox gəldilər də o vaxtla, 2008-2009'da. Gəldilər, getdilər, nə bilim, bu niyə belə eləyirsən, onu niyə belə eləyirsən. Mən də axırda fikirləşdim, gördüm çox şey eləsələr, heç birinə satıram, eyləm çıxıb gedirəm.
Gedib küçədə qalacam, bildim ki, küçədə, sən mənim əmrimlə nə ixtiyarla mənim olmasın evi. Mənimkidir də, mən burada yaşayıram. Mən qiymət oxumuram ki, mənə gətirin 10 milyon, nə bilim, yəni neçəsə pul. Demirəm ki, mən qırıqdır, mırıqdır, özümkidir. Remont eləyərəm, yaşayaram. Məndən sonra uşaqlar, nəvələrim, adlarım, heç bir bunu satan deyilər. Nə də satmaq istəyirik, nə də fikrimiz vardı. İndi bu məhəllə əvvəlki kimi deyil. Burada hamısı şofer, taksi, hamamda işləyən, sapojnik, belə xalq yaşayırdı. İndi bu tanıyanmazsan. Məhəllə gündə biri çıxır, düşür. Bahalı maşınlardan. Haqqı salam var idi, Gürcüsü, Ermənisi, Rusu, Yahudisi, hər milləti var idi. Hamıda yaxşı yaşayırdıq da, birimizə münasibət var idi. İndi kim, nə bilim ki, gəlib çıxıbdır. Çayxana var idi, 36 çayxanası olub buranın. 36, nə qədər görməyəli. İndi bir dənə çayxana qalıbdır. İndi mən də getmirəm deyə yaşlı, kim var yaşlı adam gedən oram. Cavan uşaqlar da, elə belə də o da. Əvvəl çayxana, cəmaat var idi, millət var idi. Teatr var idi. Burada Dəmir Yolu Universiteti var idi, institutu var idi. ZIPS deyirdilər. İndi yoxdur, indi hiçbir şey qalmayıb. Heç oxuyan yoxdur, oxumağa gedən yoxdur. Hamı pullanca qaçır. Pullanca qaçan adam gələcəyini düşünməz axı. Ama oxuyurdun, işiyirdin ki, qulluqda oturatsan, hörmət, izzət var idi. İndi o yox, obsesivdir.